Hər birinizi salamlayıram. Mən Məhərrəmzadə Rəhmət düz 6 il öncə bu YouTube kanalını açmışam. Bu YouTube kanalını açmaqda əsas məqsədim şagirdlərə dəstək olmaq, onlar üçün maraqlı video kontentlər yaratmaq, eləcə də dərs izahları, səhifə izahları və müxtəlif mövzularda təqdimatlar və slaydlar hazırlayaraq sizinlə bölüşmüşəm. Bugün isə istəyirəm sizinlə biraz motivasiya məsələsindən danışaq və mən biraz öz uşaqlığımdan sizə danışmaq istəyirəm. Mənim uşaqlığım dönəmim biraz sıxıntılı və müəyyən qədər də çətin periodlardan keçib. Çünki həmin dönəmdə həm ailə problemləri, həm digər məsələlərlə bağlı problemlərimiz olub və bir abituriyent olaraq mən də sizin kimi bir abituriyent olaraq həmin perioddan keçmişəm və çox yaxşı bilirəm ki, bir abituriyentin nələrə ehtiyacı var, bir abituriyent nələrdən əziyyət çəkir, bir abituriyentə dəstək olmaq üçün nələr eləmək lazımdır. Aşağı siniflərdən əslində düzünü desəm o qədər də çox yaxşı oxumamışam, nə yalan deyim. Amma buna baxmayaraq hər zaman çalışmışam ki, əlimdən gələni eləyim, öz üzərimdə məsuliyyətlərimi icra edeyim. Təbii ki, həmin periodda yaxşı oxumamağımın və yaxud da yaxşı oxuya bilməməyimin bir neçə səbəbi var idi. Bu səbəblərdən bir neçəsi ailə problemləri ilə bağlı idi. Bir neçəsi isə ümumiyyətcə müəllimlərimdən doğan problemlər idi. Çünki həmin dönəmdə indiki kimi bizə motivasiya ilə, həvəslə yanaşan müəllimlər demək olar ki, çox az idi və hər kəs çox da yaxşı qarşılamırdı. Hər kəs bizi çox da motivasiya eləməyə, dəstək olmağa çalışan müəllimlərimiz demək olar ki, az idi. Amma buna baxmayaraq əlimdən gələni eləyirdim. Çünki mən həmin periodda ailəm çox kasıb idi və mənim tək çarəm təbii ki, sadəcə oxumaq idi və buna görə də mən əlimdən gələni eləyirdim ki, oxuyum, özümə bir gün ağlayım, bir yerə çıxım, bir işim olsun, bir və ya da vəzifədə işləyim, yəni özümə uyğun bir yerə gəlib çata bilim. Və dediyim kimi 7-8-ci sinifdə artıq bu məsuliyyətimi tam olaraq dərk edirdim və məsuliyyətimi dərk eləməyimin ən əsas səbəblərindən də biri bu idi ki, mən çox yaxşı bilirdim ki, mən əgər ödənişli əsaslarla qəbul olsam, çox təəssüflər olsun ki, ailəm təhsil haqqımı qarşılaya bilməyəcəkdir və buna görə də mən çalışdım və oxudum, əlimdən gələni elədim ki, ödənişsiz əsaslarla oxuyum və belə də oldu. Təbii ki, burada duran bəzi faktorlar var idi. Mən istəyirdim ki, ödənişsiz olum, oxuyum və yaxud da ödənişli daxil olsaydım, yəqin ki, ailəm məni oxudacaqdı. Amma burada bir necə nüans var idi. Mən əgər ödənişli daxil olsaydım, tələbəliyimi istədiyim kimi keçirə bilməyəcəkdim, müəyyən şeylərdən qısıtlamalarım olacaqdı və yaxud da mən məcbur idim ki, həmin periodda işləyim, öz ayaqlarımın üzərində dayanım və s. Amma bunu isə istəmirdim, çünki istəyirdim ki, yaxşı bir tələbəlik illərim olsun, əylənim, deyim, gülüm və s. Təbii ki, hər bir tələbə kimi. İnşallah bu videonu izləyən hər kəs arzuladığı ixtisasın qəbul olar və tələbəliyin dadını çıxardır. Və buna görə də mən 9, 10, 11-ci sinifdən, 8-ci sinifdən daha doğrusu başlayaraq əlimdən gələni elədim ki, istədiyimi ala bilim, öyrənə bilim, yaxşı nəticə göstərə bilim və düşünürəm ki, müəyyən qədər də bunun nail ola bildim və həmin periodda öz məsuliyyətimi qəbul elədim. Baxın, əslində demək istədiyim tam budur ki, biz əgər öz məsuliyyətimizi başa düşsək, valideynlərimizin bizim üçün etdikləri, bizim üçün əlindən gələni, bütün çabalarını, bütün zəhmətlərini görsək, yaxşı nəticə də göstərə bilərik. Mən başa düşürəm ki, həqiqətən oxumaq çətindir, asan proses deyil. Əgər oxumaq asan olsaydı, onda hamı oxuyardı. Amma biz əgər yaxşı bir gələcək istəyiriksə, mütləq öz gələcəyimizi qurmalıyıq. Və artıq illər, aylar keçdi və nəhayət ki, qəbul imtahanı verdim və müəyyən bir balla istədiyim ixtisasa qəbul ola bildim. Əslində hər şey çətin idi. Dediyim kimi, razıyam, asan bir şey yoxdur. Amma istəsək edə bilməyəcəyimiz bir şey yoxdur. Və düşünürəm ki, ümumiyyətcə həyatın müəyyən periodlarında nələrsə qurban verməliyik ki, nələrisə qazana bilək. Ona görə də buradan bütün abituriyentlərə tövsiyə edirəm ki, oğullarınızdan, özünüzdən qorxmayın, özünüzə güvənin və uğurlarınızın ardınca gedin. İnanın ki, çəkdiyiniz hər bir zəhmət bir gün öz bəhrəsini verəcək.
Ona görə özünüzə güvənin, özünüzə inanın və nəticənin olacağını bilin. Bugünlük bu qədər. İlk motivasiya videosunu çəkdim. Səhvlərin və qüsurların olduğunu bilirəm. Çünki məndə çətindir belə videolar çəkmək. Amma maraqlıdırsa bu tərzdə videolar çəkməyə davam edəcəm. Hələlik.